Son bir ildən az müddətdə biz bölgədə ikinci dəfə çox böyük və təhlükəli ssenarinin şahidi olduq. Hazırki mərhələdə sevindirici məqam ondan ibarətdir ki, bir sıra ölkələrin vasitəçiliyi ilə, xüsusilə Türkiyənin və Pakistanın rolu ilə atəşkəsə nail olunub. Bu fikirləri isə Xarici İşlər Naziri Ceyhun Bayramov Antalyada ABŞ-İran gərginliyi ilə bağlı İTV xəbərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə əldə etdiyimiz məlumatlar ümid verir ki, növbəti mərhələdə danışıqların həyata keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Biz də bu məsələnin siyasi, diplomatik çözülməsinin tərəfdarıyıq və Azərbaycan Respublikası olaraq bunun həyata keçirilməsi üçün üzərimizə düşən hər bir funksiyanı yerinə yetirməyə də hazırıq. Azərbaycan istəyi ondan ibarət ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, təhlükəli ssenariyalar bölgədə bölgə ölkələri üçün əlavə risk elementi yaratmasın və hər bir məsuliyyətli beynəlxalq aktör təbii ki, həm özü pozitiv rol oynamakla, eyni zamanda özünün bilavasitə yaxınlığında olan ölkələrdə də sabitliyin tərəfdaşıdır. Bizim üçün İran İslam Respublikası qonşu, dost dövlətdir. Bizi bilirsiniz ki, İran İslam Respublikası ilə tarixən çoxsaylı bağlar birləşdirir və buna görə biz ürəkdən arzulayırıq ki, bu atəşkəs daimi sabit bir vəziyyətə transformasiya etsin.